Əgər siz də cümlələrdə sifətin dərəcəsini tapmaqda çətinlik çəkirsinizsə, bu video məhz sizin üçündür. Yaxın əyləşin, başlayaq. İlk növbədə onu qeyd edim ki, ingilis dilində sifətin 3 dərəcəsi var. Adi, müqayisə və üstünlük. Gəlin adi dərəcədə nümunələrə baxaq. Long, big, small və s. Müqayisə dərəcəsini əmələ gətirmək üçün isə iki üsuldan istifadə edilir. Əgər sifət tək və iki hecalıdırsa, bu zaman müqayisə dərəcəsində ER və üstünlük dərəcəsində isə EST şəkilçisindən istifadə edilir. Məsələn, long, longer, the longest. Əgər sifət çox hecalıdırsa, bu zaman müqayisə dərəcəsində more, üstünlük dərəcəsində isə most sözündən istifadə edilir. Məsələn, difficult, more difficult, the most difficult. İngilis dilində bəzi sifətlər var ki, onların müqayisə və üstünlük dərəcəsində sözlər kökündən dəyişilir. Məsələn, good, better, the best, bad, worse, the worst. Much many sözləri isə müqayisə dərəcəsində more, üstünlük dərəcəsində isə the most şəklini alır. İndi isə gəlin cümlələrdə sifətin dərəcələrini necə tapmaq lazımdır, onu öyrənək. Əgər cümlədə so, very, quite, enough, rather sözləri varsa, bu zaman adi dərəcədən istifadə edilir. Lakin kiçik bir qeydim var burada. Əgər cümlədə enough sözü işlənirsə, bu zaman o sifətdən əvvəl yox, sifətdən sonra işlənir. Eyni ilə as, not as, not so as bağlacıları arasında da adi dərəcədən istifadə edilir. Məsələn, she's not as tall as her brother. İndi isə cümlədə müqayisə dərəcəsini necə tapmaq olar, onu izah edim. İlk növbədə ən birinci ipucu than bağlayıcısıdır. Əgər cümlədə than bağlayıcısı görürüksə, bu zaman mütləq şəkildə müqayisə dərəcəsindən istifadə etmək lazımdır. Məsələn, this book is more interesting than that book. Lakin cümlələrdə hər zaman than bağlayıcısından istifadə edilmir. Bu zaman cümlədə nöqtələrdən əvvəl işlənmiş sözlərə də diqqət etmək lazımdır. Məsələn, əgər nöqtələrdən əvvəl a bit, slightly, much və s. sözlərdən istifadə edilirsə, bu zaman demək ki, cümlədə müqayisə dərəcəsini seçmək lazımdır. Burada xırda bir nüansı qeyd etmək istəyirəm. Əgər cümlədə nöqtələrdən sonra təkdə sayıla bilən isim varsa, bu zaman müqayisə dərəcəsini götürdükdə onun qarşısında qeyri-müəyyən artikeldan istifadə etmək lazımdır. Məsələn, this is a more difficult exercise than that one. İndi isə gəlin üstünlük dərəcəsini tapmağın yollarını öyrənək. Əgər sizin cümlədə one of ifadəsi varsa, bu zaman mütləq şəkildə üstünlük dərəcəsindən istifadə etməlisiniz. Məsələn, is one of the most intelligent students in our group. İkinci üsul, əgər sizin cümlədə in the room, in the street, in the city, in the country, in the world, on the earth kimi sözlər varsa, bu zaman yenə də üstünlük dərəcəsindən istifadə etməlisiniz. Məsələn, this is the most beautiful city in our country. Daha bir ipucu. Əgər cümlədə have ever varsa, bu zaman mütləq şəkildə üstünlük dərəcəsindən istifadə etmək lazımdır. Məsələn, this is the most delicious food I have ever eaten. Ümid edirəm ki, videodan faydalanacaqsınız. Belə videoların davamı üçün kanala abunə olmağı unutmayın.